Bugün Dövlət İmtahan Mərkəzində 2-ci və 3-cü ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib. Dövlət İmtahan Mərkəzindən APAya verilən xəbərə görə, görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb. Bu müzakirələrdən sonra Dövlət İmtahan Mərkəzinin ekspertlər qrupunun iclası keçirilib. Qəbul olunan qərarlara görə Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğun hesab olunub, dünya ölkələri 2-ci Dünya müharibəsindən sonra mövzusunda təqdim edilən mənbə əsasında cavablandırılmalı olan tapşırıqda yoxlanılan biliklər dərslikdə verilən məlumatlar çərçivəsində və mənbə əsasında tərtib edilən tapşırıqlara qoyulan tələblərə uyğun hesab olunub. Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində Səfəvilər dövründə Azərbaycan mədəniyyəti mövzusunda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub, sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub, sonra isə baş vəzir vəzifəsinə də yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara isnad edildiyinə görə, həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunub.